Davam edirik. Uşaqlarımızı hansı dəyərlərlə böyütmək hər birimizin şəxsi seçimidir, amma burada incə bir xətt var. Yeni hazırlanan qanun layihəsi xatırladır ki, inanc məsələsi uşaq üçün bir məcburiyyətə və ya psixoloji yükə çevrilməməlidir. Əsas məqsəd övladlarımızı qorxutmadan onların mənəvi azadlığına hörmət edərək yetişdirməkdir. Çünki könülsüz qəbul edilən heç bir dəyər uşağın daxili dünyasında kök sala bilməz. Uşaqların dini etiqada məcbur edilməsi qadağan oluna bilər. Bu məsələ yeni hazırlanan uşaq hüquqları haqqında qanun layihəsində əks olunub. Layihəyə əsasən valideynlər yalnız qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə uyğun tərbiyə edə bilərlər. Həmçinin bu azyaşlıların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Valideyn özünün istər dini, istərsə də sosial düşüncələri baxımından uşaqları bir istiqamətdə məcburi şəkildə təzyiq formasında bu prosesdə istiqamət verə bilməz. Artıq dövlətin qoruyucu mexanizmləri fəaliyyət göstərir. Bu qoruyucu mexanizmlərdə bir ilkin aşkarlanma prosesi vardır. İlkin aşkarlanma prosesi müvafiq yerli icra hakimiyyəti orqanları, onların uşaq hüquqlarını qorunması istiqamətində olan komissiyaların işinin təşkili. Bundan başqa tibb müəssisələrinin rolu vardır. Təhsil eksperti Elçin Əfəndi bildirir ki, qanunvericiliyin tələbindən sonra valideyn-uşaq münasibətlərində müəyyən çətinliklər müşahidə edilə bilər. Qanunvericilikdə xüsusi olaraq qeyd olunur ki, valideyn tərəfindən tutaq ki, şagirdin və uşağın deyək biz hansısa bir dinə cəlb olunması ilə bağlı təbliğat aparılması və yaxud da mütləq bunu etməlisən prinsipi ilə uşağa qarşı onun ümumi hüquqlarının tapdalanması, azadlıqlarının əlindən alınması məhz həmin o qanunvericilikdə pozulma aktı kimi qiymətləndiriləcək ki, bu da valideynə birinci növbədə profilaktik söhbət aparıb vəziyyəti ona izah etmək, ikinci növbədə isə belə hal təkrar olunarsa, təbii qanunvericiliyin çərçivəsində inzibati qayda hansısa bir məsuliyyətə cəlb olunma məsələsi artıq gündəmə gələ bilər. İlahiyyatçı Ağa Hacıbəyli isə məsələni elə İslami dəyərlərlə izah edir. Bəzi valideynlər var, radikal düşüncəlidirlər. Onlar istəyirlər ki, uşaqları uşaq vaxtından, məsələn, dini geyimlərə mütləq girsinlər, dini ayinləri mütləq yerinə yetirsinlər. Bu çox uğurlu olan addım deyil. Ona görə ki, məcburiyyətlə qəbul edilmiş bir inanc, bir etiqad, əslində bir yol, müəyyən bir dövrdən sonra uşağın qarşısında böyük bir vahiməli yol açar. O qanun yox, o uşağın özünün daxilindəki dünya ilə o təzad yaradır. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. Uşaq hüquqları haqqında yeni qanun layihəsi isə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində birinci oxunuşda qəbul olunub. Türkiyyə Nəlsoy, Səfər Nəzirov, Rizvan Əkbərli, TV Xəbər.